Bugünkü oturumumuza başlıyoruz. Oturumumuz medya, iletişim ve ortak tarih tasavvuru konusunda olacak. Ve bugünkü oturumumuzda 3 sunumcumuz olacak ve sunumlara baktım, bildirilen isimlerine baktım. Hepsi birbirinden ilginç ve Türk dünyası için aktüel bir konular. Ve izninizle başlayalım. Bize süre bildiğiniz gibi 15 dakikalık süremiz var. Sunumlar için lütfen bu 15 dakikaya riayet edelim. Ve sonda 15 dakikalık bir tartışmamız olacak. Kimin soruları olursa sonda tartışma kısmında sorularınızı alacağız. Ve birinci sunumcumuz Profesör Doktor Sabir Mehmetli. Kumuk Türklerinin milli matbuatı konusunda bildirisi olacaktır. Buyurun Sabir Hocam, başlayabiliriz. Çok teşekkür ederim. İlk növbədə mən bütün iştirakçılara minnətdarlığımı bildirirəm ki, Türk dünyasına bu qədər diqqət yetirirlər və öz araşdırmalarında müxtəlif mövzulara yer ayırırlar. Sözsüz ki, 5-ci Manas konferansı çox əhəmiyyətli bir konferans olmayanlar üçün Türk dünyasının büyük bir hissəsini əhatə edir. Və bu prosesdə də bizim görməmiz media məsələlərinə və çünki media Türk xalqlarını, toplumlarını birləşdirən ən əsaslı, vacib vasitələrdən biridir. Bu mənada mənim bugünkü çıxışım Kumuk türklərinin mətbuatının yaranmasına aid edilir. Xüsusi olaraq onu vurgulamaq istədiyim için çox təəssüflər olsun ki, mən indiyənə dək Türk toplumlarının mətbuatı, yəni kiçik Türk toplumlarının mətbuatı yetərincə araşdırılmayıb və bu haqda da təzə hələ tədqiqatçılar diqqət yetirirlər. Eyni formada Kumuk türklərinin də mətbuatı indiyənə qədər araşdırılmayıb və bu mənada mən istərdim ki, ilk növbədə Kumuk türklərin etnosiyasi tarixi haqqında kiçik bir giriş verəm və sonra fikrimizi davam etdirək. Kumuk türkləri Azərbaycan türklərindən sonra Qafqazda ikinci böyük Türk toplumudur və onlar Şimali Qafqazın əsasən şərq hissəsində yerləşir və böyük hissəsi də Dağıstan Respublikasının Xasayurt və ətraf rayonlarda məskunlaşıb Kumuklar. 2010-cu ilin siyahıya alınmasına görə Kumuk türklərinin sayı Rusiyada təxminən 500.000 nəfər təşkil edir. Bütünlükdə Kumuk türkləri böyük və əhəmiyyətli tarixə malikdirlər. Müxtəlif dövrlərdə öz dövlət qurumlarını yaradıblar və bu ərazilər uzun əsrlər boyu Kumukya adlanır. Qeyd etmək lazımdır ki, 1867-ci ildə Rusiya bu əraziləri bütövlükdə işğal edib və Kumukya və onun son devlət qurumu olan Terk Şamxanlığını Rusiyaya birləşdirib. Və bu Rusiya bu əraziləri işğal etdikdən sonra bu xalqlara müxtəlif yönümlü zülm verməklə yanaşı, onlara öz mədəniyyətlərini, öz dillərini inkişaf etdirməyə heç bir şərait yaratmayıb. Çünki Rusiya çarizmi başa düşürdü ki, istər mətbuat orqanları olsun, istər başqa mədəni qurumlar olsun, bunlar bu xalqların mədəni inkişafına imkan verir. Belə bir çətin vəziyyətdə Kumuk ziyalıları çox böyük fədakarlıqla öz mətbuat orqanlarını yaratmağa çalışmışlar. Amma bunu qeyd etmək lazımdır ki, Çar Rusiyası dövrünə təəssüflər olsun ki, buna nail ola bilməmişlər. Amma bununla belə biz bilirik ki, tanınmış Kumuk Türk ziyalıları, o cümlədən Akayev, o cümlədən Mavrayev, onlar Krıma getmiş, İsmail bəy Qafqalan mətbəəsində çalışmış, mətbəəsi ilə tanış olmuş, sonra onlar Qazaxa getmiş, orada da müxtəlif
qəzetçilik və mətbuat məsələləri ilə yaxından tanış olmuşlar ki, Kalmыкiyada, Dağıstanda özləri mətbuatlarını yaratsınlar və 1905-ci ildə Port Petrovsk adlanırdı o dövrdə. İndiki Maxaçkala şəhərində Akayev ilk dəfə olaraq 100 illik dinc rıznamə və məlumat həsənə adlı bir Kalmık türkçəsində təqvim hazırlayıb nəşr etdirmişdir. Qeyd etmək lazımdır ki, məhz bu təqvim ümumiyyətlə Kalmık türklərinin ilk mətbu nümunəsi hesab olunur və Kalmık jurnalistikasının əsasını qoymuş olur. Nəzərə almaq lazımdır ki, 1917-ci ildə bütövlükdə Rusiyada baş vermiş inqilabi hadisələr, tərəfli hadisələr Türk xalqlarına da şərait yaratmışlar ki, onlar öz milli məqsədlərinə, öz milli inkişaf addımlarını ortaya qoya bilsinlər. Bu mənada 1917-ci ilin fevral inqilabından sonra, yəni Rus şarı devrildikdən sonra Kalmık ziyalıları ilk dəfə olaraq İslamiyə Cəmiyyət yaxud Cəmiyyət-i İslamiyyə adlı belə bir milli təşkilat yaratmışlar və Kalmık türklərinin ziyalılarını bu cəmiyyətdə birləşməyə nail olmuşlar. Bunun davamı olaraq 3 aprel, yəni fevral inqilabından sonra 3 aprel 1917-ci ildə Kalmık türkləri ana dilində ilk mətbuat orqanları olan Zaman qəzetini ərsəyə gətirməyə nail olmuşlar. Qeyd etmək lazımdır ki, bu qəzet həm Kalmık türkçəsində, həm də avar dilində nəşr olunurdu. Onun naşiri Maxaç Daxadayevin həyat yoldaşı Nafisat Daxadayeva olmuşdur. Nəzərə almaq lazımdır ki, bu qəzet, yəni Zaman qəzeti 1917-ci ilin sentyabr ayına qədər nəşrini davam etdirmişdir və cəmi 22 sayı işıq üzü görmüşdür. Amma nəzərə almaq lazımdır ki, bu qəzet tamamilə yeni bir şərait yaratmışdı Kalmık cəmiyyətində. Bunun davamı olaraq 15 aprel 1917-ci ildə Kalmık ziyalıları Temirxan Şura şəhərində Musavat adlı qəzet nəşr etdirməyə müvəffəq olmuşlar. Bu qəzetin redaktorluğunu Mavrayev həyata keçirmişdi və qeyd etmək lazımdır ki, istər Zaman qəzeti, istər Musavat qəzeti Kalmık türklərinin tarixində çox əhəmiyyətli rola malik olmuşdur. Qeyd etmək lazımdır ki, qəzet nümunələri ilə yanaşı Kalmık türk ziyalıları həm də jurnal nəşr etdirməyə müvəffəq olmuşlar və 1917-ci ilin yay aylarında, daha doğru dəqiq desək, avqust ayında onlar ədəbi bədii jurnal olan Tank Çolpan adlı, yəni Dan Ulduzu adlı belə bir jurnal ərsəyə gətirmişlər və bu jurnalın səhifələrində bədii deməli yaradıcılıq nümunələri, həm də ki, ictimai siyasi materiallar dərc edilmişdir və bu jurnalda həm də tanınmış ziyalılar çıxış etməklə bu redaksiyanı həm də müəyyən mənada bir milli inkişaf mərkəzinə çevirə bilmişdir. Qeyd etmək lazımdır ki, Tank Çolpan jurnalının redaksiyası tanınmış ziyalılarla Beybulatov, Cəmaləddin Qorxmazov, Batır Murzayev, Bulaç, Kazbekov, Akayev və digər Kalmık ziyalılarını öz ətrafında birləşdirməklə Kalmık Türk cəmiyyətini inkişaf etdirməyə xeyli səy göstərmişdir. Nəzərə almaq lazımdır ki, 1917-ci ilin may ayında Şimali Qafqaz xalqlarının qruplarında Dağıstan və Ses vilayətində Dağlılar Respublikası elan olunmuşdur
və 1918-ci ilin aprelində Dağlar Respublikası öz müstəqilliyini elan etmişdir. Bundan sonra sözsüz ki, həmin digər xalqlara yanaşı Kumuk türkləri də böyük ictimai siyasi fəaliyyət göstərmişlər. Qeyd etmək lazımdır ki, həmin dövrdə bilirik ki, sosial-demokrat ideologiyası da Rusiya ərazisində kifayət qədər geniş yayılmışdır və bu baxımdan da 1918-ci ildə İşçi Xalq adlı yerli sosial-demokratlar bir qəzet nəşr etməyə başlamışlar. Nəzərə almaq lazımdır ki, Sovet dövründə, Sovet İmperiyası dövründə Kumuk türkləri 1921-ci ildən başlayaraq Yoldaş adlı qəzet nəşr etməyə başlamışlar və bu qəzetin nəşri 1991-ci ilə qədər müxtəlif adlarla, yəni 30-cu illərdə adını dəyişmişdi, yəni o ideoloji yönümə uyğun olaraq, amma bütün bunlara baxmayaraq Yoldaş qəzeti Kumuk türklərinin tarixində o dərəcədə əhəmiyyətli rol oynamışdır ki, yəni demək lazımdır ki, istər 20-ci illərdə, istər 30-cu illərdə, sonraki dövrdə Kumuk türklərin ictimai həyatında... Özür dilerim. Sabri Hocam çok özür dilerim. Bir ilanım olacak. Bir dakika vaktinizi alacağım. Sonra devam edersiniz. Odamızda Leman Mustafayeva hocamız katılmıştı ama şimdi buradan bildirdiler ki Leman Mustafayev ikinci odaya bağlanmalı. Yani buradan çıkmalı, ikinci odaya bağlanmalı. Bu ilanım olacaktı. Buyurun Sabri Hocam, devam edebilirsiniz. Teşekkür ederim. Yani bu Yoldaş qəzeti Kumuk türklərinin həyatında baş vermiş bütün ictimai siyasi hadisələri öz fəaliyyətində əks etdirmişdir. Nəzərə almaq lazımdır ki, 1991-ci ildə yəni ölkədə Sovetlər İmperiyasında yaranmış vəziyyətlə əlaqədar olaraq yeni mətbuat orqanları yaranmış və Yoldaş qəzeti də öz adını dəyişdirməyə məcbur olmuşdur. Yəni əvvəlki adı dəyişdirilmiş və o fəaliyyətlə davam etdirmişdir. Hazırki dövrlərdə, yəni mən diqqət edirəm, bizim dostlarımız bir qədər vaxt istəyirlər. Nəzərə almaq lazımdır ki, 91-ci ildən sonra Kumuk türkləri bir sıra mətbuat orqanları yaratmışlar və ümumiyyətlə nəzərə almaq lazımdır ki, həmin dövrdə Kumuk türklərin böyük ictimai siyasi hərəkatı formalaşmış və bu hərəkatlara tenqilik, yəni bərabərlik təşkilatı rəhbərlik etmişdi və bu milli hərəkat da əslində milli hərəkat olmuşdu və onlar da öz qarşılarında muxtariyyət, yəni Dağıstan Respublikası tərkibində milli muxtariyyət tələbini irəli sürərək belə bir hərəkata başlamışlar və Tenqilik adlı qəzet nəşr etdirməyə müvəffəq olmuşlar. Nəzərə almaq lazımdır ki, bir müddət ondan sonra 1942-ci ildə Kumuk türkləri həm də Kumuk İş adlı qəzet, sonra Tüzünü Tanrı, yəni düzənliyin dan yeri, sonra Kumuk Tüz, Kumuk Tüzü və digər mətbuat orqanlar formalaşdıra bilmişlər və hazırki dövrdə də qeyd etmək istərdim ki, Kumuk türklərinin ən sayılıb seçilən əsas mərkəzi mətbuat orqanı Yoldaş qəzetidir. Ona da redaktorluq edən fəlsəfə elmləri namizədi Kamil Əliyevdir, Kumuk Türk ziyalısı və nəzərə almaq lazımdır ki, Yoldaş qəzeti həm də Dağıstan Respublikası hökumətinin və Xalq Məclisinin orqanı kimi çıxış edir. Yəni dinləyicilərin maraqlarına səbəb olarsa, internet vasitəsilə onlar Kumukski Mir rus dilində belə gedir. Kumuk dünyası, internet portalına daxil ola bilərlər. Kumuk türklərinin tarixinə dair xeyli məlumat əldə edə bilərlər. Son olaraq onu vurğulamaq istərdim ki, bizim Bakı Dövlət Universitetində çox gözəl bir
bir neçə ildir ki, biz buna nail olmuşuq. Ölkələrdən kənar olsa da xeyli əziyyət çəkir. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində, onu da xüsusi vurğulamaq istərdim ki, heç bir nə postsovet məkanında, olsa Asiya Respublikaları dövlətlərində, yaxud da ki, Türkiyənin özündə, başqa ölkələrdən bir qədər irəliyə bir adım ataraq, Türk xalqlarının müasir mətbuatı fənnini demək, ərsəyə gətirmişik və bununla da əlaqədar olaraq artıq 2 kitab, 2 dərslik də, buradan göstərə bilərəm, 2 dərslik də biz hazırlamışıq. Bu birinci hissədir, Türk xalqlarının müasir mətbuatı və bu da bu dərslikdə ikinci hissədir, Türk xalqlarının müasir mətbuatı. Bu mənada mən düşünürəm ki, Azərbaycan elmi cəmiyyətinin nümayəndələri olaraq biz də Türk xalqlarının inkişafına imkanımız qədər dəstək verməyə çalışırıq. Hamıza təşəkkürlər edirəm və gələcək suallarınız olarsa cavab verməyə hazır. Təşəkkür edirəm. Teşekkür ederim Sayın Sabir Hocam. Çok ilginç bir konulara değindiniz. Hem bence literatürde az bilinen, Türk dünyasında az bilinen kumuk matbaası meselelerine değindiniz. Sorularımız sonda olacak. Benim kendi birkaç soru bende oluştu. Hem de bence de Türk halklarının muasir matbaatı dersleriniz, kitaplarınız çok büyük katkıdır aslında Türk dünyası için, Türk matbaası için. Bundan dolayı da ayrıca teşekkür ederim. Bizim ikinci sunumcumuz biraz değişik oldu bizde. Çünkü aslında ikinci sunucumuz Doktor Alper Sarşın bir kızı olmalı. Ama ricadan dolayı biz biraz değişiklik yaptık ve bizim sonraki sunucumuz öğretim görevlisi Babik Abdullayev'dir. Ve Babik Abdullayev bize Türk halkları arasında tarih ve birlik arayışı adında bir bildiri sunacak. Yine de çok Türk dünyası için aktüel bir konudur. Buyurun Babik Hocam, sizi dinliyoruz. Ben de ilk növbədə bütün konferans iştirakçılarını salamlayıram və bu konferansın hazırlanması üçün əziyyət çəkmiş bütün əməkdaşlara öz minnətdarlığımı bildirirəm. Çox gözəl bir tədbirdir, çox dəyərli bir tədbirdir. Mənim mövzum Türk xalqları arasında tarix və birlikdir. Mən çox üzr istəyirəm, mənim saat 1-də dərsim olacaq. Ona görə biraz tələsdim ki, yəni ona görə minnətdaram mənə söz verdiyinizə görə. Türk xalqları qədim zamanlardan bəri... Hocam imkan varsa kamera açma eğer mümkünse daha güzel olurdu. Müsait misiniz kamera açma? Tarix və birlik. Qədim zamanlardan bəri Avrasiyanın geniş coğrafi ərazisində məskunlaşmış və tarix boyu müxtəlif dövlətlər, imperiyalar, siyasi strukturlar qurmuşlar. Bu xalqların mədəni, sosial, siyasi inkişafı təkcə öz tarixləri ilə deyil, həm də qonşu xalqlar və imperiyalarla münasibətləri ilə formalaşmışdır. Türk xalqları arasında ortaq dil, mədəniyyət, adət-ənənələr və din onların min illər boyu birgə yaşamasının və bir-birlərinə təsirlərinin göstəricisi olmuşdur. Tarixi mənbələr göstərir ki, Göytürk və Uyğur dövrlərindən bəri Türk xalqları arasında siyasi və mədəni əlaqələr qurulmuş, bu əlaqələr bölgədə iqtisadi və ticarət sahələrində əməkdaşlıq imkanlarını da genişləndirmişdir. Misal üçün deyə bilərik ki, Orta Asiya ilə Anadolu arasında inkişaf etmiş ticarət yolları, xüsusilə də Böyük Bəy yolu təkcə mal mübadiləsində deyil, həm də mədəni və elmi biliklərin ötürülməsində mühüm rol oynamışdır. Müasir dövrdə Türk xalqları arasında birliyin təmin edilməsi sırf tarixi məsələ olmaqdan çıxmış və siyasi, iqtisadi və mədəni əməkdaşlığı üçün strateji prioritetə çevrilmişdir. Türk Dövlətləri Təşkilatı, müxtəlif regional və beynəlxalq forumlar,
birgə təhsil və mədəni layihətlər bu əməkdaşlığın əsas mexanizmlərini təşkil edir. Bundan əlavə müasir qlobal iqtisadi proseslər, enerji resurslarının bölüşdürülməsi, dini ənənələr, ortaq tarix anlayışı təkcə milli kimliklərin qorunmasını deyil, həm də regional təhlükəsizlik və əməkdaşlıqda mühüm rol oynayır. Bu məqalənin məqsədi Türklər arasında bu tarixi birliyin formalaşmasına səbəb olan fundamental amilləri, onların mədəni və sosial münasibətlərini müasir dövrdə regional və beynəlxalq səviyyələrdə strateji əhəmiyyətini təhlil etməkdir. Məqalədə həmçinin Türk xalqları arasında birlik və əməkdaşlıq, eyni zamanda mədəni mexanizmlər, ortaq dəyərlər, təcrübələr, elmi əsaslar təqdim olunmuşdur. Tarix boyu Türk xalqları arasında yaranan birlik bir neçə əsas prinsipə əsaslanır. Birincisi, ortaq dil və mədəniyyət. Türk dillərinin qohumluğu bu ortaq folklor, tarix boyu onlar arasında ünsiyyəti, mədəni mübadiləni asanlaşdırmışdır. İkincisi, ənənələr və adətlər, qəbilə və sosial strukturlar, adət-ənənələr, milli bayramlar, Türk xalqları arasında ortaq davranış və dəyərlər sistemi yaratmışdır. Üçüncüsü, siyasi əməkdaşlıq və diplomatiya, Göytürk, Uyğur, Səlcuq, Osmanlı dövlətləri arasında qurulan diplomatik münasibətlər Türk xalqları arasında siyasi birliyin və sabitliyin təmin edilməsinə xidmət etmişdir. Dördüncüsü, ticarət və iqtisadi əlaqələr, Böyük İpək yolu və digər regional ticarət yolları təkcə iqtisadi deyil, həm də mədəni birliyin təmin edilməsi üçün mühüm mexanizm rolunu oynamışdır. Tarixi baxımdan Türk xalqları arasında bu birlik təkcə keçmişi anlatmaq deyil, eyni zamanda regional əməkdaşlıq, müasir dövrdə ortaq mədəniyyətin qorunması üçün fundamental prinsipləri müəyyən edir. Türk xalqları arasında tarix və birliyin axtarışı təkcə keçmişin öyrənməsi üçün deyil, həm də müasir dövrdə siyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişafı üçün strateji əhəmiyyət kəsb edir. Mədəni və sosial əlaqələr, dil, ədəbiyyat, musiqi, incəsənət və dini ənənələr vasitəsilə qorunub, saxlanılmış. Məsələn, Dədə Qorqud dastanı, aşıqlıq sənəti, xalçaçılıq ənənələri təkcə mədəni irsi qorumaqla yanaşı, həm də xalqlar arasında ortaq tarixin, mənəvi dəyərlərin ötürülməsinə imkan yaradır. Ortaq adət-ənənələr və milli bayramlar, xüsusən də Novruz, Türk xalqları arasında sosial həmrəyliyi gücləndirir. Müasir dövrdə bu birlik regional və beynəlxalq əməkdaşlıq baxımından xüsusi əhəmiyyət kəsb edir. Türk Dövlətləri Təşkilatı və digər regional platformalar dövlətlər arasında siyasi, iqtisadi və mədəni əlaqələrin əlaqələndirməsini təmin edir. Yəni, mən çox danışa bilərəm, çox sağ olun, yəni mən dərsin başladığına görə çox-çox üzr istəyirəm, yenə də hamınıza minnətdaram, çox sağ olun, minnətdaram. Teşekkür ederiz Babik Hocam. Ve sonuncu bildirimiz Doktor Alperi Şarşenbek kızı ve bilim uzmanı Şule Berber'in bildirisidir ve sunumu yapan Doktor Alperi Şarşenbek kızıdır. Buyurun Alper Hocam, söz sizinde.
Merhaba hocalarım. Önce ben konuşma yapacağım. Daha sonra Ayperi hocamızla anlaştık. Daha sonra Ayperi hocam devam edecek. Kuzey Kıbrıs'tan herkese selamlar. Ayperi hocamla ben Türkçe öğretiyordum ve beraber bir sempozyum yazalım dedik. Beraber Rusya'daki haberler ve Türkiye'deki haberleri bu ortak alfabe bizim hepimizin önemli konusu olduğu için beraber bir yazıya başladık. Hemen size başlatacağım sunmaya. Daha sonra da Ayperi hocamız başlayacak. Teci. Ciddi için sağ. Hocam bir hocamızın açık mı oturumu? Sesi geliyor. Ha, kapandı tamam. Gözüküyor mu hocam ekranım? Ekranım gözüküyor mu? Ben başlıyorum hocam. Gözüküyorsa eğer. Evet hocam gözüküyor. Tamamdır. Devam edebilirsiniz. Buyurun. Türk dünyasındaki ortak alfabe arayışının 1993-2004 yılları arasındaki Rus, Kazak, Kırgız, Türk basındaki söylem analizini konumuz. Bunu böyle yapmamızın tek sebebi şu, 1993'ten itibaren bu haberler başladı. Gün yüzüne çıktığı için ilk buradan başlayalım dedik Ayperi Hoca'yla. Ben Türk basınındakini ele aldım. Hocamız da Rus basını, Kazak, Kırgız gazete haberlerini ele aldı. Bu çalışmadaki amacımız ortak alfabe oluşturma çabalarının Rusya, Kazakistan, Kırgızistan ve Türkiye basınına nasıl yansıtıldığı ve bu yansıtılmadaki söylem analizi yöntemi incelemeyi amaçlamaktadır. Ortak alfabe arayışı bildiğiniz üzere kültürel bir kimlik, siyasi, jeopolitik çıkarların kesişmesinde şekillenen çok katmanlı bir gündemdir. Aslındaki amacımız ortak alfabe fikriyle medyadaki bu nasıl çerçevelendi, ideolojik ya da politik olarak, kültürel olarak temellerle ilişkilendirildiğinde amacını ortaya koyuyor mu? Ya da her ülkenin kendi tarihsel, siyasal ve toplumsal bağlamdaki ortak alfabe fikrini ürettiği için söylemlerde analiz yaptığımızda ortak alfabenin hakkında neler düşündüğünü bunu görmek istedik. Türk Birliği ortak kimlik vurgusunu aslında biz istedik burada analiz etmek istedik. Çünkü bizim buradaki ortak alfabede Türk Birliği ve ortak bir kimlik oluşturmamız ve bunu hedefimize, amacımıza ulaştığımız mı bunu görmek istediğimiz için yaptık. Türk, Kazak, Kırgız ve Rus basında ortak alfabeye dair öne çıkan görüşlerde ele aldığımızda sonuç olarak ortak alfabe giriş yalnızca teknik bir yazı değil, onu göstermek için başladık. Gazetelerin incelenmesi 29 hocalarım ben baktığımda Türkiye'de 1993'te Cumhuriyet Gazetesi'nde bir haber buldum. Ne yazık ki biz bu ortak alfabeye Rus basınında ya da Kazak Kırgız basınında daha erken başlarken ama bizim Türkiye basınında bunu daha geç başlamış. Bu üzülerek söylüyorum. Cumhuriyet Gazetesi'nde alfabe savaşı başlığında görmemiz buradaki savaş kelimesi teknik bir tartışma olarak ideolojik ve politik bir çatışma olduğunu düşündük. Ve Dışişleri Bakanlığı'ndaki bu TİKA girişimindeki düzenlenen konferanstaki haberde 34 harfli ortak alfabenin Latin alfabesi kabul edilmesindeki Milli Eğitim Kültür Bakanlıklarına yol açtı dediğinde aslında tepki var burada. Pasif bir olarak tepki göstermiş. 34 alfabe olmasının. Burada kelimelerden baktığımızda yeterli organizasyon olmamasında şikayette bulunmuş Milli Eğitim Bakanlığı. Asıl benim için önemli olan şu, Latin geçmişi. Biliyorsunuz Rusya, Kazakistan, Kırgızistan'ın Kiril alfabesi bizim Latin alfabemizin olması bir sıkıntı durumu getirmiş. Yani bu Latin alfabesine nasıl geçilecek? Türk basınında da bu bir sorun olarak ortaya çıkmış. Mesela şurada baktığımız üzere Büyük Müsteşar Yardımcısı Kenan Kulukısa ciddi matbaa sorunları yaşamış ve Latin alfabede geçişte sıkıntı yaratacağını. Aslında burada sıkıntı şöyle, geçişi ertelemek, geciktirmek istemişler. Ortak alfabeye geçişi biraz daha ertelemek için bunda basında sıkıntı yaşayacağını veya Kulukısa'nın TİKA'daki projeleri geliştirmekte görevli olup fakat alfabe gibi teknik bir sıkıntı olduğunu göstermesinde de meşru otoriteyi olarak ortaya çıkarmış, sınır aşımına geçmiş. En önemlisi de Kulukısa Azerbaycan'ın zaten Latin alfabesi kabul ettiği Özbekistan ve Türkmenistan'da 1995'te bunu Latin alfabesinin geçeceğini hatırlatarak aslında
Türkiye bir öncülük iddiasını güçlendirmiştir. Ben burada çok uzatmak istemiyorum. Alper Hoca'ya da yer vermek istiyorum. Ee, Aslında burada sonuçta alfabenin nasıl olacağına karar vermek istemiş. Latin alfabesinden dolayı. Burada Dışişleri Bakanlığı, Milli Eğitim Kültür Bakanlığı TİKA'yı meşrulaştırarak aktör rolünü de sunmakta iç bürokratik çatışma olarak ortaya çıkartmış. Burada baktığımız üzere şurada bir tane vardı. Mesela diyor ki bu kez teknik yönüyle ilgilenmiş alfabenin nasıl olacağını karar verecek ülkenin dil uzmanlarının parlamentolarındadır demiş dediğinde egemenlik ve uzmanlık vurgusu yaparak kararın dışarında değil içinde olduğunu savunmuş. Aslında bu cümlelerde baktığımızda alfabe, imla sürekli komisyon kurulmasıyla birlikte çalışmaların artık alfabe bilgisi uzmanların yönlendirdiğini kaydederek aslında burada süreci uzmanlara yer vermek istiyorlar ama aslında bir gerilimin de yumuşatmaya geçirmesini istediklerini de dile getirmiştir. Alper Hoca'ya yer vermek istiyorum. Sonuçta yine biraz 2-3 dakika sonuç olarak konuşmak istiyorum. Alper Hocam söz sizde. Teşekkür ederim. Merhaba değerli katılımcılar bugünkü forumunun. Teşekkür ederim bizim organizatörlere. Şule Hanım konuştuğu gibi biz Türk, Kazak, Kırgız ve Rus basınında ortak alfabeye dair kaynakları araştırdık. Ortak alfabe girişimi yalnızca teknik bir yazı sistemi değişikliği değil, aynı zamanda ulusal kimlik ve kültürel egemenlik bir söylem alanı olarak ortaya çıkmaktadır. Ve Rusya Federasyonu'nun basınlarındaki Türk Cumhuriyetlerinin Latin harflerini ve ortak Türk alfabesini kabul etmeleri hakkında kaynaklara bakarsak, Rus gazetesi RGRU'nun haberlerine göre 1991 yılında Sovyetler Birliği'nin dağılmasıyla Tataristan'da ulusal kültürü ve dili canlandırmayı amacında 1999 yılında Tataristan Cumhuriyeti Devlet Konseyi Latin alfabesi üzerinden Tatarca alfabeyi yeniden kurma yasasını kabul etmişler. O yasaya göre 1 Eylül 2001'den 2012 yılına kadar Latin alfabesine tam geçişin tamamlanması lazımmış ve yeni yazım kuralları kabul edilip bazı okullarda deneme amacıyla Tatar dilini Latin alfabesiyle öğretmeye başlamışlar. Bu haberlere göre bu cümlelerde biz Latin alfabesi Tatarlar için doğal tercih olarak sunuluyor ve Tatarlar 10 yılda Latin alfabesine dayanan yeterli bir alfabeyi alıp tamamen Latin alfabesine geçerlermiş diye analizimizi yaptık. Ancak bölgesel düzeyde yasalın kabul edilmesine rağmen Latin alfabesine geçiş projesi hayata geçirilmemiş. Çünkü bunun birkaç nedeni varmış. Bunun nedeni federal yetkililiklerin muadelesidir. Rusya Devlet Başkanlığı'nın resmi kaynaklarına göre 2002 yılında, yani bir yıl sonra Tataristan'daki kabul edilen yasadan sonra 2002 yılında Rusya'nın Devlet Duması Rusya Federasyonu halklarının dilleri hakkında kanununun 3. maddesine eklemiştir. Bu maddeler Cumhuriyetlerin resmi dillerinin alfabelerinin Kiril harflerine dayanması gerektiğini belirliyormuş. Bu yapı Kiril alfabesine varsayılan doğal ve tartışmasız norm olarak konumlandırıyor. Böylece Kiril dışı tercihler otomatik olarak gayrimeşru hale geliyor ve zorunluluk bildiriyor. Kiril tek meşru grafik temeli olarak sunuluyor. Bu yasalara göre bu cümle Rusya'nın bütünlüğünü Kiril alfabesi üzerinden tanımlıyor. Bu Rus merkezci bir kimlik söylemi inşa ediyor. Bize göre bu maddeler Cumhuriyetlerin kendi alfabe seçme hakkını iptal ediyor. Yerel inisiyatifi yok sayıp bütün yetkiyi merkeze, yani federal yasama organına aktarıyor. Alfabe seçimini birlik ve kontrol meselesi haline getiriyor. Kiril dışındaki tüm girim
girişimler merkezin iznine bağlı olan olağan dışı tercihleri olarak çerçeveleniyor. Bundan böyle de biz yasal engelleri ek olarak bu projenin gerçekleştirmesini etkileyen başka faktörler de mevcuttur diyebiliriz. Çünkü buna siyasi durum, federal hükümetin bölgeler üzerindeki denetimini artırım ve ulusal birliği güçlendirmelerdir. Bu ortamda Tataristan'ın Latin alfabesine geçişi diğer Rusya eyaletlerinden uzaklaşma adımı olarak algılanabilirdi ve bu durum merkezin endişelendirine yol açıyordu diye düşünüyoruz. Kırgız ve Kazak kaynaklarına bakarsak 1994'ten 2004 yılına kadar önemli bir basınlardan önemli bir bize gerek malumatları bulamadık. Ama şu an bizim Kırgızistan'da vatandaşlarının pasaportları, kimlik kartları ile araç plakaları, bazı arazi ve su isimleri de sırasıyla Latin alfabesiyle yazılmaktadır. Bu nedenle resmi olarak onaylanmamış olsa da Kırgızistan'da Latin alfabesinin zaten özel girişimler ve uluslararası gereklilikler sayesinde var olduğunu ve hala resmi belgelerde, diplomatik doküman diyebilirse dokunmalarda ve turizm sektörlerinde yayın şekilde kullandığını vurgulamak gerekir. Teşekkür ederim Şule Hanım. Teşekkür ederim. Geliyor değil mi hocam? Sonuç olarak Evet. ben de şunu söylemek istiyorum hocam. Buyurun. Sonuç olarak baktığımız üzere artık Kırgızistan'da da bu kabul edildiği eserler de ortaya çıktı ortak alfabede. Bunun bizim için önemli olduğunu düşünüyorum. Türk basını da Kırgız, Kazak bunu bir şekilde kabul ettirmek için elinden geleni yaptığına inanıyorum. Dediği gibi üzerine bizim Türkiye'de de artık bu haberler daha ılımlı, daha yumuşak. Biz 1990'dan başlamamız sebebi geçmişten geleceğe nasıl görünüyor onu görmek istedik söylememiz olarak. Ve baktığımızda alfabe meselesi sadece yazınsal değil, bir tercih. Yani Türk dünyasında dair bir gelecek vizyonu ifadesi olması değerlendirilmelidir. Ve bunu zaten Kırgızistan'da Alperi Hoca gördüğümüzü söylüyor. Bunu mutlu olduğumu düşünüyorum. Söz sizde. Teşekkür ederim. Evet, teşekkür ederim hocalarım. Ben de bu habere mutlu oldum ki nihayet Kırgızistan'da da Latin alfabesine geçit artık izleniyor ve umarım daha hızlı şekilde bu geçit olacak. Çünkü bildiğim kadarıyla Türk Cumhuriyetleri içerisinde en geç Latin alfabesine geçit yapan Cumhuriyet belki de Kırgızistan'dı. Rusya malum, Tataristan'la ilgili malum çünkü bildiğimiz gibi Tataristan yani özgür bir cumhuriyet değil. Yani Rusya terkibinde ve maalesef o politik Rusya merkezci politikası buna çok da imkan vermiyor. Ama yine de Tataristan da kendi imkanlarıyla bildiğim kadar bu konuda ilerlemeye çalışıyor. Ama Kırgızistan'ın bir özgür cumhuriyet olarak bu karar vermesi ve Latin alfabesinin geçmesi çok bizi mutlu eden bir haber aslında. Ve bildiğimiz gibi ortak alfabe arayışı, ortak alfabe meselesi tüm Türk dünyası için bir aktüel, bir çok önemli bir mesele. Çünkü dil, alfabe en çok toplumları birbirine birleştiren, yaklaştıran bir konudur ve bu konuda umarım gelecekte daha büyük daha büyük naletler olur. Teşekkür ederim hocalarım her birinize katıldığınız için çok ilginç bildirilerimiz oldu bugün. Hem de çok aktüel bildiriler Türk dünyası için. Eğer bir sorunuz varsa önce sizden soralım. Birbirinize sorularınız varsa hocalarımla bağlı bildirilerle ilgili.
sorularınızı alabiliriz. Ben çok teşekkür ederim hocam. Sabir Hoca'ya da size de Alper Hoca'ya da çok güzel bir sunumdu. Evet, ben de Teşekkürler. teşekkür ederim. Her biriniz çok güzel sunumlardı. Benim bir Sabir Hoca'ya küçük bir sorum olacak. İlgimi çekti Sabir Hocam. Bu Musavat gazetini dediniz Kumuklar'da. Yani bu Kumuklar'daki Musavat gazetesiyle bizim Azerbaycan Musavat gazetesi arasında bir bağlantı var mıdır? Bir etkisi olmuştu mu? Yani bir tesir olmuştu mu ki Kumuklar'da bu adla bu isimle gazete işimizi görmüş zamanında? Mən bütün iştirakçılara təşəkkür edirəm. Yəni əgər bir sual varsa da, yəni açıqlaya bilərəm. Bəli, ben sorum onunla ilgilidir ki bu Musavat gazetesi, Kumuklar'daki Musavat gazetesi vardı. Bizim Şahta Musavat'la yazmaq bir olur mu? ilgisi var mı? Şahta yazmaq olur mu? Bəli. Şahta yəni yazmaq olar. Sual varsa, yəni Çatda. mikrofonda problemlər var deyəsən bir belə. Tamam. Çatda. Yani Musavat gazetesi, Azerbaycan gazetesi ile Musavat ve Kumuk Musavat arasında bir bağlantı var mı? Hansı savaşla? Musavat gazeti. Kumuk Musavatı ile Azerbaycan Musavat gazeti arasında. Sanırım bir Hə, sıkıntı var. yox, elə bir bağlantı yoxdur. Elə bir bağlantı yoxdur. Sadəcə olaraq məsələ burasındadır ki, ümumiyyətlə əsrin əvvəlində bu musavat termini olaraq, yəni geniş formada istifadə olunurdu və ona qeyd edildi ki, yəni bizim ictimaiyyət bəzən bu mənada məlumatsızdır. Hətta Məmməd Əmin Rəsulzadə 1917-ci ildə Musavat adlı qəzet nəşr etdirmişdi özü. Evet, bəli. Elə ona göre sordum. Məmməd Əmin Rəsulzadə 7-ci ildə. Yəni bu Musavatın da mənası bərabərlikdir. Bu bərabərlik termini o dövrdə də həmin 20-ci əsrin əvvəlləri, yəni bir yana sosial demokratların həmin bax bu bərabərlik məsələsi, o birisi tərəfdən belə Qafqazda, başqa bölgələrdə baş verən hadisələrdəki xalqların bərabərliyi ideyasını həmişə gündəmdə saxlamışlar deyə, ona görə Musavat termini, Musavat sözü həmişə gündəmdə olmuşdur. Amma o qəzetlə, Kumuk qəzetlərinə, buradakı qəzetlərin heç bir əlaqəsi olmamışdır. Sadəcə olaraq o ziyalar olur ki, məsələn, Cəmalədən qorxmaz o hə. Azərbaycan ziyalıları ilə əlaqə saxlayırdı, Kumuk ziyalıları bir akademik əlaqə saxlayırdı. Amma birbaşa olaraq kimisə təşəbbüsü ilə bu qəzeti belə adlandırmaq yox, elə bağlılıq yox. Teşekkür ederim Sabir Hocam bilgi için. Sayın hocalar, ben her birinize teşekkür ederim. Çok güzel bildiriler oldu, sunumlarımız oldu. Ve katılım belgeleriniz ise PDF versiyonda e-maillerini gönderecekti. Bana böyle söylendi ki katılım belgeleriniz herkesin, her katılımcının, sunumcunun mailine gönderecektir. Tamam, başka bir soru yoksa ben burada bizim oturumumuzu kapatmak zorundayım. Ve hepinize teşekkür ediyorum. Ve yeni sağ olun ve yeni uğurlar diliyorum. Bir daha görüşene dek yeni sunumlarda inşallah. Teşekkür ederim. Sağ olun. Teşekkür ederim hocam. Kapatıyoruz. Sağ olun.